Adları de mənə, kimlərə qulaq asırsan? Kimlərə qulaq asıram? Kimlərə qulaq asmaq? Dünyadan qulaq asıram, Bakellini çox sevirəm, Bakelliyə çox qulaq asıram. Bizim müasir estradadan Röyanı çox sevirəm, bəyənirəm, dinləyirəm. Agim Kazımovaya qulaq asıram. Əslində bütün janrlardan sevdiklərim var. Yəni məsəl üçün meyxana janrından Namiq Qaraçuxurlu dinləyirəm. Mənə xoşdur şəxsən. Bəli. Hətta meyxananı mənə sevdirib Namiq Qaraçuxurlunun rəvayəti. Yəni mən çox bəli qulaq asırdım. Eyüp Yaqubova qulaq asıram. Çox insanlığını da sevirəm, ifasını da sevirəm. Belə, yəni çox deyə bilərəm. Azər Zeynalov öz yəni janrımda olan, Teymur Əmrah, yəni mənim üçün çox dəyərli ifaçıdır, dinləyirəm. Köhnələrdən Flora Kərimova, yəni ki, çox sevdiyim və bəhrələndiyim müğənnidir. Rəşid Behbudov, Akif İslamzadə, yəni çox saya bilərəm. Şövkət xanım Ələkbərova, belə çox saya bilərəm. Aydın. Amma mən adlar çəkmək istəmirəm. Mən çəkib soruşa bilərdim, onda bilmirəm. Onları deyim, yox soruşum. Nəyi? Bəzi adlar var ki, müğənnilərdir, məsələn, cəmiyyət qulaq asır. Amma yəqin onları çəkmədinsə, yəqin sən də dinləmirsən onları. Amma eşitsən necə reaksiyan olar? Məsələn, mən soruşa bilərəm, sizin soruşun. Məsələn, Damlaya qulaq asırsan? Damlaya yox, qulaq asmıram. Amma qulaq asmıram o demək deyil ki, mənim qulaq asmadığım hamısı yaxşıdır, ya pisdir. Başqaları o adlarını da çəkməyəcəm. Belə bildim ki, o janrlardan tam uzaqsın. Amma olur da hər halda eşidirsən də, yəni nələrsə gəlir, çıxır toylarda. Eşidirik yəni. Eşidirik, amma eşitsə də, yəni elə var qulaq asırıq, elə var qulaq asırıq. Yadda qalan deyil. Bəli. Yadda qalan deyil, yox, yadda qalan. Yadda qalan. Hə, amma mənim üçün. Sənin üçün yadda qalan deyil.